Bismillah və salatu və selamu alə Rasulillah. Əmmə ba'd. Bilirsiniz ki, qiyamət gününün əlamətlərindən birisi ani ölümlərdir. Birdən insan dayanıb durduğu yerdə, yəni bir də baxırsan ki, yoxdur həyatda. Artıq nədir? Dünyasını dəyişib. Və bu çox gələn olur. Yəni, bir də yatıb durmur və yaxud da müəyyən səbəblərlə də olur. Və insan həmən dünyasını dəyişir. Yəni, ani bir vaxt, saatda, vaxtda dünyasını dəyişir. Yəni, bu nə deməkdir? Bu, qiyamətin əlamətlərindəndir. Yəni, qiyamətin bəzi əlamətləri var ki, onları Rasulullah sallallahu aleyhi və səlləm bizə xəbər verib. Və onları artıq kiçik əlamətlər deyirik biz onlara. Onlar hamısı çıxıb, qalıb böyük əlamətlər. 10 böyük əlamət var ki, onlar da çox yaxınlaşıb artıq hiss olunmaqdadır. Və bu əlamətlərdən birisi də, kiçik əlamətlərdən birisi də Mavtul fəcəə, yəni ani, yəni yaxın, tez bir zamanda dünyasını dəyişmək insanın. Və Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, Mavtul fəcəə əxədatul əsəfin. Yəni, ani ölüm, Rasulullah sallallahu aleyhi və səlləm yəni, bunu eləyir, ani ölüm elə bil ki, kimin üçünsə yaxşıdır, kimin üçünsə peşmançılıqdır. Və əgər mömin insandırsa və o həmişə ibadətini eləyib, tövbə eləyib, yaxşı işlər görüb və Allah subhanahu ta'ala onu cana alırsa, onun üçün rahatlıqdır bu. Yəni, rahat bir şəkildə, əziyyət çəkmədən dünyasını dəyişir. Və onun üçün yaxşıdır, günahkar bir insan üçün, fasik üçün, kafir üçün bu pisdir. Yəni, Allah ta'ala onun canını elə vaxt alır ki, tövbə etməyə vaxtı olmur, yaxşı iş görməyə vaxtı olmur, peşman olur, amma həmən artıq yəni, heç bir şey eləyə bilmir. Və ona görə də çalışmaq lazımdır ki, ölümə həmişə hazır olmaq. Sizin ən xeyriniz ölümü tez-tez xatırlayandır. Və bu hadisə hər bir insanın başına gələcək. Yəni ki, öz canını tapşırmalıdır. Çünki bu dünya əbədi deyil. Heç kəs bu dünyada qalmıyor. Heç kəs. Sadəcə insan özünü aldadır. Həmişə şeytan onu aldadır. Məsələn, görürsən, insan danışır və danışanda baxıb görürsən ki, hamısı deyir boş şeydir. Bu dünya, bu filan şey, peşman şey. Amma görürsən ki, özü də deyir. Şeirində də onu bəslələyir, mahnısında da onu bəslələyir. Danışanda da ondan danışır. Və məsələn, görürsən, şeir yazır. Bütün şeirlərə baxsan, görərsən ki, hamısında bu dünyanın heç bir qiyməti olmamağı, aldadıcı, yalancılarla filan və başqa şeylər. Görürsən ki, amma hamısı insanlar da nədir? Ona meyillidir. Yəni, onu göstərir ki, insanlar başa düşür, bilir. Sadəcə nəfs insanı idarə eləyəndə onda problem olur. Ona görə də çalışmaq lazımdır ki, bu dünyadan köçüb gedəndə yəni rahat olasan. Və hər an hazır olmalısan. Hər an. Heç kəs bilmir ki, o vaxtı tamam olur. Onu Allahdan başqa heç kəs bilmir. O bəzi məsələlər var, deyirlər, yəni o fərdiyyələr, danışırlar, yəni belə şeylər, amma bunu Allah Taala bilir və Allah Subhanahu Taala ha vaxt sənə yazıbsa onu və o vaxtda səndən yəni, bu can getməlidir. Və ona görə də yəni, Rasulullah sallallahu aleyhi ve sellem bu hədis şərifində dediyi bu kəlmə, yəni bu ölüm kimin üçünsə yəni, faydalıdır, o yaxşı, xeyir işi üzərində yəni, dünyasını dəyişir, kimin üçünsə bu pisdir. Və ona görə də çalış ki, yəni, hazır ol ki, bil ki, həm də bundan qaçan yerin də yoxdur və rahat olsun sənin üçün. Allah Teala bizi eşidib bilənlərdən, əməl edənlərdən eləsin, Allah bizi bağışlasın. Allah Teala bizim canımızı gözəl bir şəkildə, rahat bir şəkildə alsın, razı qaldığı bir şəkildə alsın, mömin kimi alsın və Allah Teala cəmaatımıza, xalqımıza hidayət versin, doğru yola yönətsin. Allah ölkəmizi əmin-aman içərisində etsin, Allah ölkə başımızı qorusun və Allah Teala tüm müsəlmanlara kömək olsun. Allah bizim ölkəmizi qoruyan, dövlətimizi qoruyan qardaşlarımızı qorusun, əskərlərimizi, hərbiçilərimizi qorusun. Və Allah bizə rəhm eləsin, Allah bizi bütün xəstəliklərdən, şərdən qorusun. Subhanəkallahumma bihamdik, nəşhədən la ilahə illə əntə, nəstəğfiruka və nətubu ilayk.